Biz bilirsiniz ki, artıq struktur dəyişiklikləri də elədik və Elm və Təhsil Nazirliyi yaradıldı. Nə üçün? Çünki faktiki olaraq elm dövlət strukturlarından kənarda qalmışdır. Elmlər Akademiyası təbii ki, artıq uzun illər fəaliyyət göstərir və mən də yubiley tədbirlərində iştirak eləmişəm. Amma eyni zamanda dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün Elm və Təhsil Nazirliyi bir yerdə olmalıdır. Çünki indi inkişaf etmiş ölkələrin təcrübəsini bilirik. Orada elm daha çox ali məktəblərlə bərabər, yaxud da ki, onların nəzdində inkişaf edir və biz də bu modeli seçmişik. İndi struktur islahatları gedir. Bir çox elmi tədqiqat institutları birləşdirilir bir-biri ilə. Struktur islahatları ilə paralel olaraq kadr islahatları da gedir. Daha müasir, daha gənc kadrlar önə çəkilir. Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu, dünya praktikasında var. Nə qədər sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə çap olunub və sənin elmi potensialın nə dərəcədə bugünkü reallıqlara uyğundur. Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etmək istəyiriksə, biz bu islahatlara getməliyik, bu qaçılmazdır. Bunu biz eləməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Çünki dəfələrlə mən bunu demişəm, bir də deyirəm, tam şuurlu şəkildə inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır. Neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin vəziyyətinə və inkişaf etmiş ölkələrin. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var. Çox deyil, amma var. Onların texnologiyaları hardan gəlir? Onlar özləri mi onları icad edir? Yox. O gəlir beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir, amma biz fəal işləməliyik bu istiqamətdə.